invest etməyin bir neçə qaydası var. Yaxınlarda bir dostumla danışırdım bu səhm kriptovalyuta almaqla bağlı və deyir ki, mən səhmlərə kriptovalyuta pul yatırdım və batırdım. Amma təbii ki, biz deyirik ki, səhm və kriptovalyuta alanda sizin pulunuz bata bilər, bu riski nəzərə al. Amma sənin pul itirməyinə səbəb sadəcə olaraq invest etmək cəhdin deyil. Sənin pul batırmağına səbəb səhm alanda, birinci sən bazarı düzgün analiz eləməmisən, əsas məsələ pulunu diversifikasiya eləməmisən, bütün misal üçün $500 bir dənə səhm almaqla böyük səhvə yol vermisən. Üçüncü məsələ də emosional bir hərəkət eləmisən. Kimsə deyirsə ki, tutaq ki, filan səhmin qiyməti artır, bunu almaq lazımdır, filan kriptovalyutanın qiyməti artır, bunu almaq lazımdır. Ondan bir çox halda qaçmaq lazımdır əslində. O vaxtlar Dogecoin kriptosu da əslində belə idi. Qiyməti artandan sonra bu qədər böyük axın oldu ki, onun qiyməti bir də demək olar ki, artırmadı, çox cüzi artmışdı. Buna görə də səhm və kriptovalyutaya yatırım etməzdən qabaq çox yaxşı analiz etmək lazımdır və mənim gördüyüm ən gözəl metod diversifikasiya. Diversifikasiya etmədən heç vaxt səhm və kriptovalyuta almayın.